Mən 165 kiloydum. Çox əziyyət çəkirdim. Bu şalvarı geyinəndə də oturub geyinirdim. Şalvarı özün geyinə bilirdin? Geyinə bilirdim, əziyyətlə, ancaq oturaqla. Diyeta ilə də məşğul oldum. 3 aya 24 kilo da verdim. Sonradan arxasını gətirə bilmədim. İdmanla da məşğul oldum. Ayağımda daha çox ağrılar əmələ gəldi. Belimdə ağrılar əmələ gəldi. Çox tez yorulurdum. Həddindən artıq təngi nəfəs olurdum. Yol yeriyə bilmirdim. Köklüyün nəticəsində mənim ayağımda damarlarında 2 dənəsində problem yarandı. 2 damarım götürüldü. Xoşum gəlib yaxınlaşmışam. Ancaq o mənim görünüşümü bəyənməyib və mənə yox cavabı veribdi. Neynəmisən, nətər eləmisən, niyə belə arıqlamısan, hamısına da izah eləyirdim ki, mən mədək keçirmə əməliyyatı keçirmişəm. Hər gün çəkiyə çıxırdım, yüzü gördüm və söz verdim ki, bir də mən 3 rəqəmli çəkiyə qayıtmayacağam. Şükürlər olsun bu günə, Allah Taliyə doktoruna razı olsun və onun komandası. Çox əziyyətlər çəkdi. Artıq yaşama sevinci yaranır. «180 dərəcə dəyişim» layihəsinin bugünkü qəhrəmanı Talih Əliyevdir. O, uşaqlıqdan kök olub. Amma yenə də xəstəlik məndən əl çəkmədi. Cavan yaşlarımdan sonra da sürücülüklə məşğul oldum, ta indiki vaxta qədər. Onda da yenə ye, otur, ona görə də belə artıq çəki gəldi, kökəldim. Diyeta ilə də məşğul oldum, 3 aya 24 kilo da verdim, sonradan arxasını gətirə bilmədim. İdmanla da məşğul oldum. Ancaq və ancaq yemək və yatmaqla məşğul idim. Özümə də xoş gəlmirdi. Qıraqdan bir məclisə, xeyrə, şərə, heç bir məclislərə getmək istəmirdim. Tənbəllik var idi. Köklük Talih üçün sadəcə bədəninin böyüməsi demək deyildi. Bu, həm də həyatın ona yüklədiyi ağır bir dərd idi. Ayaq damarlarında ciddi problemlər yarandı və əməliyyata məcbur oldu. Amma onu bu əziyyətə salan təkcə fiziki ağrılar deyil, mənəvi sıxıntılar da var idi. İnsanların baxışları, sosial münasibətlərdəki çətinliklər, hərəkət məhdudiyyəti və içində yığılan narazılıq onu get-gedə daha çox sıxırdı. Ayağımda daha çox ağrılar əmələ gəldi, belimdə ağrılar əmələ gəldi. Çox tez yorulurdum, həddindən artıq təngi nəfəs olurdum, yol yeriyə bilmirdim. Köklüyün nəticəsində mənim ayağımda damarlarında 2 dənəsində problem yarandı. 2 damarım götürüldü. Bir yerə çıxırdın, qıraqdan elə bilirdin ki, kimsə mənə baxır. Halbuki çönürdüm, baxırdım, heç kim mənə baxmır, eləmir. Qıraqda bir insan güləndə elə bilirdim ki, insan mənə gülür. Çox aqressivləşirdim. Bu aqressivlərin də qarşısını almaqdan ötürü heç bir yerə çıxmaq istəmirdim. Nə qohumgilə, nə əmigilə, dayıgilə heç bir yerə getmirdim, eləmirdim. Ancaq oturub evdə yeyim, telefona baxım, yatım, ancaq bunlar. Elə olurdu ki, mən 3 dənə dönəri bir dəfəmə yeyirdim. Mən ümumiyyətlə heç yarı dönəri belə artıq yeyə bilmirəm. Talihin həyatında emosional bir dönüş də oldu. Sevdiyi qız ona yox dedi. Bu rədd cavabı yalnız bir duyğu itkisindən ibarət deyildi. O öz çəkisini, həyatını və gələcəyini bir daha düşündü. Talih anlamışdı ki, bu döngüdən çıxmaq üçün özünü dəyişdirməlidir. İnsan bəzən dostlardan çox özünə bir həyat yoldaşı da seçmək istəyir, evlənmək istəyir, ailə həyatı qurmaq istəyir. Ailə həyatı quranda da artıq çəkidəki insana heç kim nə qız vermək istəməz, nə də ki, heç bir qız onu bəyənmir. Çünki normal insan vidində olmursan. Təbii ki, hər xanımın da, hər kəsin də istədiyi odur ki, bədən fuquralı, arıq, fiziksal, sağlam həyat yaşayan bir insandan həyat qurmaq istəyir. Bəzən elə olur ki, hansısa bir xanıma yaxınlaşmışam, xoşum gəlib yaxınlaşmışam, ancaq o mənim görünüşümü bəyənməyib və mənə yox cavabı veribdi.
Uzun müddət öz içində mübarizə apardıqdan sonra Taleh bariatrik əməliyyata qərar verdi. O bu yolda doktor Tariyel Ömərova güvəndi və dəyişimin qaçılmaz olduğuna inanaraq həyatının ən mühüm addımını atdı. Bəzən deyirdilər ki, gedəsən, artıq çəkidən yenə artıq çəkin, yenə özünə qayıdacaq və yaxud da ki, əməliyyat masasında qalacaqsan. Yəni, belə bir şeylər var idi, amma yenə də özümdə güc topladım və bu qədər tənbəl həyatdan əl çəkmək istədim. Mən artıq 3 ildən sonra işlə məşğul olmağa başladım. 6 ilə yaxındır ki, çox gözəl həyat sürürəm. Və pasiyentimiz 29 yaşında bizə müraciət edərkən, siz sadəcə gözünüzün qabağında 29 yaşında boyu 1.75 civarında olan bir pasiyenti 165 kiloda təsəvvür edin. Və yaxud da 1.72 olan bir pasiyenti 165 kiloda təsəvvür edin ki, yəni bu pasiyentin maksimal yol verilən kilo həddi 80 kiloqramı keçməməlidir. 80 kiloqramı keçməməlidir, amma bu adam 165 kiloqramdandır. Bu tək oynaqlara düşən yük deyil, bu tək ürək-damar sisteminə düşən yük deyil, bu tək ağciyərə, qaraciyərə düşən, bu bədənin bütün vəhdətinə, bütün hüceyrələrinə təsir edən normasından 2 dəfə, 2,5 dəfə, 3 dəfə artıq bir yük daşımağa məcbur eləyən, bir yükə məcbur eləyən bir vəziyyətdə və 29 yaş. Bəlkə də bəzi orqanlara ilk başda bu dərəcədə zərərli təsir verməzdi. Nəinki 39-da, nəinki 49-da. Nə qədər erkən cərrahi müalicə eləyə biliriksə biz piyələnməni, bir o qədər ideal və sağlamlaşdırıcı nəticə əldə edə bilirik. Bir ay tamamında 10-12 kilo çəki verdim. Bir ilin tamamında mən 75 kiloya qədər yendim. Mən evə yönləndiriləndən sonra, 10 gün müddətindən sonra gəldim sarğıları dəyişməyə və 3 ay müddətində həmişə Tariyel doktorun kollektivi mütəmadi olaraq zənglə, mənim bir problemim olduğu zaman özüm zəng edirdim, onu soruşurdum. Hər şeyi mənə çox gözəl başa saldılar. Mütləq şəkildə pasiyentin koordinasiyası çox önəmlidir. Diskoordinasiya olmalıdır. Yəni biz pasiyenti mütləq şəkildə davamlı ən az 3 aydan bir dəvət eləməliyik, müəyyən analizlər aparılmalıdır, onun qidalama vərdişlərini formalaşdırmalıyıq. Təsəvvür ki, biz pasiyentdə periferik gastrointestinal sistemi hormonlarını sıfırlamışıq. Ona yeni bir qidalama vərdişini öyrədirik. Sıfırdan başlayırıq, bir proqram yazırıq və bir il ərzində çalışmalıyıq ki, sadə də deyək, o proqram zədələnməsin. Yəni, o proqrama virus düşməsin. Ki, o proqram öz qalıcılığını qorusun. Bunu qoruyarsa, pasiyentlərimiz bu qədər effektiv 6 ilin sonunda görürsünüz, artıq 6 ildir pasiyent 75, 78, 80 kiloqram civarında qalır və bundan artıq kökəldir. Nədən? Artıq o ilk bir ilimizi çox düzgün şəkildə riayət edib gəlibdir. Bu çox önəmli məsələlərdən biridir. Bir dəfə də olsun narahatçılığım olmadı. 3 ay tamamında da gəldim, yoxlanış elədim. Doktor dedi ki, çox gözəl vaxt keçib, çox gözəl arıqlama gedir. Hətta doktor bizim planlaşdırdığımızdan 2 kilo, 3 kilo da artıq çəki vermişdim. Bariatrik metabolik cərrahiyyənin əsas fundamental konsepsiyalarından biri periferik gastrointestinal hormonal sistemə təsir eləməklə bədəndə ümumi metabolik proseslərə təsir eləməkdir. Və adından gördüyünüz kimi biz sadəcə hormonal təsir yaradan bir əməliyyatları həyata keçirdirik və mütləq şəkildə elə pasiyentlərdə, elə yaşda, elə dövrdə, elə formada pasiyent aparılmalıdır ki, onlar sadəcə sağlamlığa xidmət edən hormonal dəyişiklik gətirsinlər, zərərverici hormonal dəyişiklik gətirməsinlər. Ona görə də bariatrik metabolik cərrahiyyənin ən erkən yaş dövrü 15-18-dən ən gec yaş dövrü 60-65-ə qədərdir. Nədən 15-18 aralığı qoyulubdur? Çünki bəzən 16-17 yaşında elə gənc pasiyentlər ola bilir ki, onlarda elə hormonal dəyişiklik tam bitməyibdir və piyələnmədən əziyyət çəkirlər. Piyələnmədən əziyyət çəkə-çəkə hormonal dəyişikliklərdə müəyyən bir, xüsusən cins hormonların gedişində çox ciddi problemlər yarada bilir piyələnmə və o zaman qarşısalınmaz bir vəziyyətə gəlib çıxırsa mütləq şəkildə əməliyyat göstərişdir. Əməliyyat olunduğu zaman sanki insan yenidən dünyaya gəlir. Çünki formalaşır. Əvvəlki müddətdə əvvəl çox quru yeməklərdən istifadə etmirsən. 40 günün tamamında artıq sən Tariyel həkim dedi ki, nə istəyirsən yeyə bilərsən. Mən də nə istəyirsən deyəndə, yəni ki, Tariyel doktorun qoyduğu şərtlər nədir? Fast fooddan olmaz, şirniyyət olmaz. Və möcüzə baş verdi. Taleh əməliyyatdan sonra 175 kiloqramdan 75 kiloqrama qədər arıqladı. Dəyişim o qədər inanılmaz idi ki, hətta onu qardaşı ilə səhv salmağa başladılar. Ən qəribəsi isə gömrükdə baş verdi. Sənədinə baxıb, bu sən deyilsən dedilər və onu geri qaytardılar. 2 il müddətində bir qohum var idi, onu görməmişdi, o da məni görməmişdi. Mənim qardaşım biraz çəkidə
məndən azdı. Məni gördüyün zaman qardaşıma bənzətmişdi. Mənim qardaşımın adı ilə çağırırdılar. Ətrafımda, qonşuda, qohumda və yaxud da ki, bir neçə müddət əvvəl məni görməyən insanlar məni gördüyü zaman şok halla qarşılaşırdılar. Neynəmisən, nətər eləmisən, niyə belə arıqlamısan? Hamısına da izah eləyirdim ki, mən mədək keçirmə əməliyyatı keçirmişəm. Mən tır sürücüsüyəm. Ölkəyə giriş-çıxış vaxtı mən pasport kontroldan keçdiyim zaman baxırdılar kök vaxtı olan şəklimə və artıq indi dəyişilmişəm, üz dizgilərim tamamilə dəyişib. Mənə deyirdilər ki, bu sən deyilsən, sənin ikiz qardaşın mı var və yaxud da ki, filan, bu sən deyilsən. Hətta bir dəfə məni gömrük işçisi geri qaytardı və mən Asan xidmətə müraciət elədim. Asan xidmətdə xarici pasportumu dəyişdirdim və yenidən işimə davam elədim. Mən bu müddəti keçdikdən sonra mənim anam da artıq çəkidən əziyyət çəkirdi daha doğrusu. 2 ay əvvəl artıq onu da əməliyyat elədi Taryel doktor. 2 aydır 15 kilodan artıq çəki veribdi. Şükürlər olsun, daha çox gedəcək inşallah. Amma bu dəyişiklik təkcə əməliyyatla bitmədi. Taleh doktor Ömərovun məsləhətlərini həyatının ayrılmaz bir hissəsinə çevirib. O şəkərli içkilərdən, zərərli qidalardan uzaq durur, bədənini və həyatını yenidən qurur. Onun sağlam qalmasının sirri isə davamlılıq və iradədir. Bütün rəngli və dadlı qazlı sular. Tərkibində saxlama müddəti uzadılması üçün vurulmuş xüsusi ingrediyentlər olan qidaların əksəriyyəti. Un məhsulları, qənnadı məhsulları, dadı şirin olan qidaların demək olar ki, əksəriyyətini bura əlavə edə bilərik. Ketçap, mayonez, cipsi dediyimiz uşaqlar üçün xüsusilə belə deyək də atışdırmadıq saydığımız qidaların hər biri xüsusi zərərli karbohidratlar qrupundadır və xüsusi zərərli qidalar qrupundadır. Bundan əlavə bizim gündəlikdə istifadə etdiyimiz un məhsulu dediyimiz çörək və yaxud da lavaşlar və yaxud da digər bunlardan da piyələmədən əziyyət çəkən insanlar və piyələməyə doğru gedən insanlar bunlardan bir mənalı şəkildə imtina etməlidir. Sağlam qidalanmalıdır. Meyvə şəkəri tükətiminə xüsusi diqqətli olmaq lazımdır. Yəni saat 3-dən 4-dən sonra mən axşam heç nə yemirəm, amma 1 kilo yarım meyvə yeyib yatıram. Yəni fruktoza balansı birbaşa bilirsiniz ki, çevirici ferment yoxdur və pi şəklində formalaşır, depolaşır orqanizmdə. Yəni bunlara diqqət etmək lazımdır. Taleh Modern Hospitalda doktor Taryel Ömərovla yenidən görüşür. Həkimi onu 6 il ərzində kökəlmədiyi üçün təbrik edir və əlavə sağlamlıq məsləhətləri verir. Necəsiz? Çox sağ olun, necəsiz? Bizim artıq 6 ilimiz tamam oldu və biz 6 il bundan qabaq 165 kiloqramdan başladığımız yolda 1 ilin tamamına 75-ə düşdük. 73 hətta belə gördünüz məsələsi var. Necə keçdi? Bu 1 il idealdır, buna aydındır. Bu 1 ildən sonraki bu 5 ilimiz necə keçdi? 1 ildən sonra da çox gözəl keçdi. İnsan da gərək özünü qorusun. Mən də bəzi şeylərdən özümü qorudum. Şirniyyətdir, qazlı içkilərdir. Ən çox da koladan uzaq durdum. Şükürlər olsun. Möhtəşəm. Hal-hazırda 35 yaşınız var. Bəli. 6 il qabaq 29 yaşında bir gənc idiniz və sizin 165 kilo çəkiniz var idi. 29 yaşında 165 kiloluq gəncmi sizin fikrinizdə sağlam idi və həqiqətən gənc demək olardımı? Yoxsa 35 yaşında 75 kiloqramlıq bir insanmı? Doktor, mənim əvvəl necə deyim, indi hal-hazırda yaşamaq tutundu. İnsanın daha çox yaşamağı. Əvvəl məsələ üçün deyirəm, bir saat qovalayırdı, bir nəfs insanı boğurdu, bir şey istəyirdi. Artıq sağlamlığa qoşmuşam, bəzi şeyləri istifadə eləmirik, insana zərərli olan bir şeyləri. İndi hal-hazırda mənim yaşama həvəsim bəlkə də 85-90% artıbdır. Əvvəllər çox elə bir ancaq yataraq həyat keçirdirdim. İş, yataraq həyat, digər bir sosial həyatım yox, bir şeyim yox. Hər şey şükürlər olsun tam qaydasında. Tamamilə bu 5 ildə də çox gözəl
keçibdi, şükürlər olsun, nə deyim. Uğurlar arzu edirəm. Çox sağ olun. Bundan sonra da mən əminəm ki, bu 6 ilimizi necə gəlmişiksə, xüsusən son 5 ilimizi, Bəli. bundan sonra da siz belə davam edəcəksiniz. Sağlam arı. Amma bir şeyi heç vaxt unutmur Taleh. Hardan başladığını. Taleh öz köklük dövrünün paltarlarını saxlayır. Hər dəfə onlara baxanda keçmişini xatırlayır və geri dönməmək üçün motivasiya qazanır. O özünə bir söz də verib. Heç vaxt 3 rəqəmli çəkiyə qayıtmayacaq. Yaxşı ki, mən əməliyyata girmişəm. Çünki görürdüm ki, yavaş-yavaş səhhətim də düzəlir, hər şeyim yerinə gəlir. Mən palatadan çıxdım, artıq evimə yönələndən sonra da, arıqlamalar davam eləyəndən sonra mən çəkimi artdıqca daha çox güzgünün qarşısına keçirəm. Görürəm ki, əvvəlki enlilikdən artıq biraz enlilik nəzikləşir, balacalaşır və daha çox gümrahlaşıram, daha çox həvəs yaranır ki, arıqlamağa. Mən 3 rəqəmli çəkidən, yəni 100-ü hər gün çəkiyə çıxırdım. 100-ü gördüm və söz verdim ki, bir də mən 3 rəqəmli çəkiyə qayıtmayacağam. Bəzən paltar şkafını açıram. Orada mənim köhnə, kök olan vaxtlarımdakı paltarlarımı gördüyüm zaman özümə gülməyim gəlir. Ki, biz nələri bacarmışıq. O şalvara mən geyinib çölə çıxırdım, amma hal-hazırda özünüz də gördüyünüz kimi bir ayağına 2 ayağımı geyinmişdim. O paltarları saxlamaqda məqsədim odur ki, o gün keçmişimə baxım, gələcəyimi daha sağlam qurum. Ona görə ki, mən keçmişdə belə olmuşam, onları xəyalımdan keçirdim və bir də artıq o çəkiyə qayıtmayım.